Müslümanların imamını, rəhbərini, peygamber balasını Ramazan ayında oruç ağızla. Kardeş senden bir şey sorsun. Ne vaxtdan beri Müslümanların rəhbəri olubdu, imam olubdu Xomneyi? Ne vaxtdan beri? O hardan çıxdı? Ondan sonra deysən peygamber balası. Ne vaxtdan beri Xomneyi peygamber balası oldu? Birincisi. İkincisi de ki laf tutalım deyək ki peygamber balasıdır. Nuh'un oğlu da var idi da. İbrahim'in atası da var idi. Ne bileyim Adem'in oğlanları da var idi. Ki, on niye böyle pafosunu vura vura deysən ki? Tez-tez verilən suallardan biri sosial şəbəkələrdə möminlərdən yoxdur elhamdülillah. Nə üçün biz İranı müdafiə etməliyik? Kardeş burada deysən ki müminlerden yoktu elhamdülillah. Ama diyenler var ki biz ne için İran'a yardım eləməliyik? Başa düşmədim, mümin olan deyə ki niye biz İran'a yardım eləməliyik? Yoksa o sözü deyən mümin olmur. Mən deyirəm, bax müminəm, mən də deyirəm. Başa düşmədim, Kur'an'da Allah yazıbdır ki İran'a yardım eləmək lazımdır. İxtilaf ola bilməz. Dəstəmaz kimi primitif bir məsələdə ixtilaf var. Orada da ixtilaf ola bilər də ki, yardım eləyək yoxsa eləməyək. Burada nə var ki? Rəsmilər görsənən budur ki, birinci. Vahabidir, xoşumuz gəlmir, başqa söhbətdir. Sağ olsun, çox müsəlman ölkələri müdafiə elədilər. Azərbaycanda da rəsmilər görsənən budur ki, birinci başsağlığı veriblər. Pakistanda... Kardeş, bunu niye böyle ucuz deyirsən ki? İlham Əliyev getdi başsağlığı verdi axı. 22 dəqiqəlik videoda 1 dəqiqə ayırmadın İlham Əliyevin başsağlığı verdiğini danışmağına. Bir kəlmə deysən, onda dodağın ucunda görsənən odur ki, başsağlığı verdilər. Özündən çox uzaqda deysən onu. Niye? Ben başa düşmədim. Ora Xomneyinin şəklini qoyub, ağam Xomneyi, rəhbərim Xomneyi. Xeyr ol, Azərbaycanda niyə Azərbaycanın rəhbəri ağası Xomneyi olur? İranda kimsə İlham Əliyevin şəklini qoyub deyir, ağam İlham Əliyev, rəhbərim İlham Əliyev. 22 dəqiqəlik video düzəldirsən, 1 dəqiqədə İlham Əliyevin başsağlığı verdiyindən danışdın. O niyə elə ucuzlaşdırsan? O danışığa bilsən bizdə nə deyirlər? Mız qoymaq. Yəni güya gedibdən əslində, yəni o da ayrı şeydir. İndi güya gedib başsağlığı veribdən. Sən gözünlə gördüyünə mız qoysan, amma gözünlə görmədiyin İran-Rus dostluğunu örtülü qapılar arxasında olan danışığa 100% deyirsən ki, onlar dost deyil. 100% İran erməninin tərəfində deyil. Onu hardan bilirsən? Qapının arxasında olan şey 100% bilirsən. Amma buradan bura gözünlə gördüyünə mız qoyaraq deyib özündən çox uzaqda tutub deyirsən. Niyə? Denəndən bunu. Ha vaxtdan Xomneyi oldu, rəhbər müsəlmanların. Buyur.